Bir də görək o heyvanları. Baxın, sıçovul sadəcə olaraq iyrəndiyimiz bir heyvan deyil. Bildiyin, bax, yemək, boşqablara əli gəldi, çıxdı o boşqab, boşqablara ağzını vurur, üstündə gəzir, baxın. Xəstəlik yayan bir heyvandır. Kanalizasiyanın içində gəzən heyvandır da. Təsəvvür edin nə qədər murdar bir şeydir bu. Bax, budur. Görürsünüz? O yazıq balalar. Təsəvvür edirsiniz, onlar hər gün bunu görürlər. Bu da elə həyatsız, özdə bilirsiniz, sıçovlar insanın qulağın, burnunun filanını gəmirə bilir axı. Yəni, yatdığın yerdə gəmirə bilərlər. O balalar təhlükə altındadır orada. İndi bilmirəm, Təhsil Nazirliyindən, məktəbə qədər Təhsil Agentliyi, yəni, kim baxırsa artıq bununla bağlı nəsə bir tədbir görməlidir. Və mən inanıram ki, bu yeganə bağça deyil də belə. Təmir Allah bilə nə vaxtdan olub. Deyir ki, mənim deyir, oğlum gəlirdi bura, indi nəvəm gəlir, eynidir. İndi təmir budur, ayaq yolu budur, belə ayaq yolu olar. Nə qapısı var, nə bir şey var, belə əl yuyulan yer ola bilər. Bura nə vaxtdan vəsait ayrılmır? Ümumiyyətlə, bura vəsait ayrılıbmı? Tor, yəni, bu elə bir ki, atılmış bir yerdir, atılmış bir məkandır. Orada gətirib 2-3 yataq qoyublar ki, uşaqlar burada yatsın. Bildiyim çölü biyabandır bura. Burada, ümumiyyətlə, bu da yer. Balalarımız orada, çiçək balalarımız, gül balalarımız, orada ayağı ora elişər. Hələ urvatlısı budur, baxın, urvatlısı budur, bax, gününə bax buranın. O, müdiriyə də, axı, müəssisəyə vəsait ayrılmalıdır ki, o da orada təmir elə.